Ayın 1-də doğulanlar haqqında ən dolğun və enerjili məlumat aşağıdadır. Bu tarix güclü başlanğıc, liderlik və xüsusi mistik güc daşıyır. Ayın 1-də doğulanlar xasiyyət və enerji, ümumi xasiyyət. Ayın 1-də doğulan insanlar çox vaxt lider ruhlu, öz sözünü deyən, cəsarətli, çətinlikdən qorxmayan, yaradıcı və yenilikçi, insanları arxasınca aparmağı bacaran, bəzən təkliyə meyilli, öz gücünə güvənən, daxilən çox müstəqil, heç kimə bağlı olmaq istəməyən, enerjisi yüksək, taleyində dönüş nöqtələri olan şəxsiyyətlər olurlar. Onlar həyat boyu birinci olmaq, önə çıxmaq, öz adını yaratmaq istəyirlər. Bu tarixdə doğulanların ətrafında çox vaxt gözə görünməyən güclər və ilahi qoruma olur. Ayın 1-də doğulanların gizli ruh gücü. Bu insanlar tez hiss edir, tez anlayırlar. Daxili gücləri çox vaxt mistik və intuisiya yönümlüdür. Onlara toxunmaq, onları incitmək asan deyil, əks enerji çox tez geri qayıdır. Ayın 1-də doğulanların həyat proqnozu, karyera və uğur. Uğur həyatda tədricən, lakin möhkəm addımlarla gəlir. Ən böyük yüksəlişlər 35 yaşdan sonra başlayır. Öz işini qurmaq, rəhbər olmaq, insanlara yol göstərmək taleyində var. Pul qazanma enerjisi güclüdür, amma gec-gec sıçrayışlarla olur. Sevgi və ailə, qısqanclıq varsa onu nəzarətdə saxlamalıdır. Sevdiyi insanı çox qoruyur, amma sərt ola bilər. Ciddi münasibət qurduğu adamla uzun ömürlü birlik yaradır. Karmik əlaqələr və taleyində xüsusi insanlarla qarşılaşmalar olur. Sağlamlıq və enerji, sinir sistemi tez yorula bilər. Enerjisi çox olduğuna görə bəzən göz dəyməsi olur. Ən yaxşı enerji qaynağı təklik, təbiət və dinclikdir. Maddi proqnoz. Gec açılan, amma çox uğurlu pul dövləri var. Ani dəyişən şanslar, gözlənilməz gəlirlər tez-tez yaşanır. 2025-2026 üçün xüsusi uğur proqnozu. Ayın 1-də doğulanlar üçün qarşıdakı dövrdə yeni iş, gözlənilməz pul, şəxsi həyatın aydınlaşması, taleyin güclü dönüşü başlayır. Özlərinə güvəndikcə qapılar açılır. Qısa məsləhət. Hər gün səhər mənim yolum açıqdır niyyəti ilə günə başlayın. Bu tarixdə doğulanların enerjisi bunu çox tez qəbul